Prezident İlham Əliyev martın 1-də Barselona Futbol Klubunun prezidenti Juan Laportanı qəbul edib. Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Juan Laporta, Azərbaycana ilk dəfə COP29 zamanı səfər etdiyini xatırlayaraq, Bakıdakı inkişaf prosesinin onda dərin təəssürat yaratdığını dedi. Burada əməkdaşlıq üçün böyük potensial gördüyünü və məhz buna görə də qısa müddət ərzində ölkəmizə ikinci dəfə gəldiyini vurğuladı. Söhbət zamanı Azərbaycanda idman sahəsinə, o cümlədən futbol inkişafına göstərilən dövlət qayğısına toxunuldu. Ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının, həmçinin dünya səviyyəli futbol oyunlarının ən yüksək standartlara uyğun təşkil edildiyi qeyd olundu. Görüşdə Azərbaycanda Barselona Futbol Akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirildi. Akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Ölkəmizdə uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Juan Laporta Azərbaycan prezidentinə xatirə hədiyyəsi təqdim etdi.